Hər kəs salamlayıram. Əziz dostlar, diqqətlə qulaq asın. İnsan kökələndə birinci qarnından kökəlir, sonra üzdən. Amma arıqlayanda birinci üzdən arıqlayır və insanlar deyir ki, mən istəmirəm sırf birinci üzdən arıqlasın, qarnından arıqlayır. Elə bir şey yoxdur. Elə olsa da niyə insanlar liposaksiya eləyir qarın nahiyəsini? Onca liposaksiya da eləsən, onu da tezdən nəzarət eləməsən. Səhər misal üçün yulaf yemək istəmirsən yumurta ilə, günorta bulğurdu, qreçka yemək istəmirsən, bax onun əvəzi, yəni çörək əvəzi qırmızı mərcidən bişirilmiş çörəkdir. Düzdür, pəhriz vaxtı çox bişirmək adamı yorur, həm ev işləri, həm özün. Amma həftədə bir dəfə vaxt ayırsan 1-2 saat, belə bir 3-4 ədəd bişirsən, həm özün yeginən, həm də ailən yesin, həmçində sağlamlıqdır. Onsuz da sən yaş getdikcə metabolizm zəifləşir və bu problem həmişə yəni sənin boynunda olacaq və sən də narahat olacaqsan. Nə qədər olar? 1 ay pəhriz saxlayırsan, 3 gün 3 ay saxlamırsan. Bu da səni narahat edir. Bir dəfəlik elə vəssalam. Düz deyil, indi sən yaya görə eləmirsən. Bəziləri deyir toya gedəcəm və yaxud toyumdur, mən istəyirəm arıqlayım və s. Sən özünə görə elə, kiməsə görə nəyə lazımdır ki? Həmişə çalış formada ol. İndi bəzən ən çox xanımlar deyir ki, mənim vaxtım yoxdur. İndi həftədə bir dəfə sən eləsən bunu, indi şükür Allah soyuducu da var, qoyursan orada, xərab olmur, bir şey olmur. Yəni bundan yeginə. Yəni yenə deyirəm, çörək istəmirsənsə bunu yeginə. Əgər çörək yeyəcəksənsə, onda heç danışmağın burada yəni yeri yoxdur. Çünki o problem səndə olacaq. Çörək də gec həzm olunur, lazımsız qatqılar və s. bu sənə problem gətirir. Bir həftə yeyəcəksən, bir həftədən sonra görəcəksən ki, yox, elə sən bunu yeyəndə kifayət edir, çörəyə heç ehtiyac yoxdur. Bir daha söyləyirəm dostlar, çalışın formada olasınız. Hər kəsə uğurlar.